YouTube, Instagram və TikTok hesablarımı takip edib videonu bəyənib dostlarınızla paylaşmağı unutmayın. Bu sual dekabrın 14-ü güvən buraxış imtahanında şagirdlərə salınıb. Gəlin bu ifadənin qiymətini tapaq. Əvvəlcə hər zaman mötərizənin içərisini həll etmək lazımdır. 2də 1-in üzərinə 3də 1-i gələk. Məxrəclər fərqli olduğuna görə orta məxrəci gətirəcəyik. 2 ilə 3-ün əkobı olacaq 6. Birinci kəsri 3-ə vurmalıyam, ikinci kəsri 2-yə. Çünki məxrəci 6 etmək istəyirəm. 3 üstə gəl 2 olur 6-da 5. Daha sonra ikinci iş 6-da 5-i bölürəm 3-də 5-ə. 6-da 5 böl 3-də 5. Kəsri kəsrə böləndə birinci kəsr olduğu kimi qalır. İkinci kəsri tərsinə çevirirsiniz və vurma əməli olacaq. 5-lər ixtisar getdi, 6 ilə 3 ixtisar getdi. Burada 2, burada 1 qaldı. Bunu da həll elədik 2də 1. Daha sonra gedirik 2də 9-u 3də 7-yə vururuq. Üçüncü iş. 2də 9 vur 3də 7. İxtisar gedir 3 ilə 9. Burada 3 qalır, burada 1. 3-ü 7-yə vurursunuz 21. 2-ni 1-ə 2. Və sonda 2də 1-dən 2də 21-i çıxmaq lazımdır. 2də 1 çıx 2də 21. 1-dən 21 çıxıram mənfi 20 böl 2. Mənfi 20-ni 2-yə bölürəm mənfi 10. Düzgün cavab A variantı olar.